Salam, bloqa xoş gəlmisiniz. Normal gedirəm. Lazerə. Dünən yazmışam bu günə. Səhər tezdən. Heç xoş. Səhər tezdən oyanım getdi lazerə. Elə duran kimi hazırlaşdım. Giyindim, çıxdım evdən. İndi gedirəm lazerə. Bu gün evdə də işlərim də var. Bunları da həlləmək istəyirəm. Baxacam halıma. İnşallah yaxşı olar. Belə size demiştim ki, Nərmava getmişdim lazerə. Çoxdan da o lazerin yanına gedirəm. Ondan başqa heç getmirəm. İndi getdim, gəldim. Biraz parkda oturum. Dedim biraz da video çəkeyim. Parkımızda çəkeyim, baxın. Belə baxdı. Orada uşaq görürsünüz, yaşlı belə. Baxın, yaşı olan orada uşaqlar. Bu tərəfdə də var. Orada uşaqlar olduğuna görə camlar çox olduğuna çəkə bilmirəm. Belə Əlvəkit parkda əsər məqamı. Çox təmiz və səliqəli və rahatdır. Bax, heç nə yoxdur burada. Qırıq oturacaqlar, zibir vedrəsi yox. Çox belə şeydir, daha təmizlik yedir bura. İndi çox gözəldir. Belə. Hava da çok güzeldi. Böyle. Bir səbit üstünə olur. Uşaqların o şey üçün yaxşıdır bura. Uşaqlar da çox sevinir. Da axşamlar çox adam olur. Gündüz o kadar adam olmur. Böyle. Burada kafe de var. Kafem biraz kafe de koyublar bura. Orada oturmuştum, geldim burada oturdum. Bura rahat yerdi. Ama bura çölgəlidir. Orada gündüz heç nə görmürəm o şeydə, kamerada. Belə. Bu da mənim vlogum. Bu gün işlərimdən bir daha salonda lazerə getməyimi də planlaşdırdım nə vaxt, onu da həll etdim. Onunla o da həll olundu. Qaldı başqa işlərimdə həll olunsa. Bu həftə çalışacağım. Həftə qutalı da 2 gün, 1 gün qaldı artıq. Qaldı gələn həftə bütün işlərimi həll edərəm yavaş-yavaş. Belə, bu da mənim vlogum. Farklı olan vlogum. Nəhayət ki, çəkdim bu vlogu. Belə, videomu bəyənin və kanalıma abunə olmayı unutmayın. Sağ olun.